süd vəzi xərçənginin endokrin terapiyasının kontralateral süd vəzi xərçənginin süd vəzi xərçəngi riskinə təsiri. Daha da yaxşı oldu. Bəli, icazənizlə həm təkrarlama olmasın, həm də ki bizi maraqlandıran, şəxsən məni bir klinisist kimi həqiqətən çox maraqlandıran bir mövzudur. Çox dayanmayacağım bu mövzu üzərindən. Qarmon pozitiv süd vəzi xərçəngi nə qədər yayılmış, mövcud olan süd vəzi xərçəngi hallarının 2/3-ni təşkil eləyir və bu ildə artıq nə qədər xəstə olmağını, qarmon pozitiv xəstə olmağını gözləyirik və onların təqribən 60 minə yaxını həm də duktal in situ karsinomadır. Bu da çox vacib bir meyardır və çox təəssüf ki 50 minə yaxın, 45 minə yaxın xəstəni biz bu il itirə də bilərik. Böyük bir meta-analiz aparılmışdı və 25 illi əhatə edən bir meta-analizin nəticələri 2022-ci ildə səhv eləmirəmsə dərc edilmişdir və siz qrafiklərə fikir versəniz görəcəksiniz ki, yəni qarmon pozitiv, təbii ki, əvvəldən də qarmon pozitiv süd vəzi xərçəngi çoxluq təşkil edir. Amma qrafikdən də görsənir ki, 2000-ci illərin əvvəllərindən başlayaraq qarmon pozitiv süd vəzi xərçənginin xəstələnmə göstəriciləri ildən ilə yavaş olsa da, amma yenə də artır. Və bundan əlavə bu analiz çərçivəsində qeyri-invaziv qarmon pozitiv süd vəzi xərçəngi və invaziv formalarının artma tendensiyaları, inkişaf tendensiyaları öyrənilmişdir və aşkar edilmişdir ki, fikir versəniz ki, yenə də keçən əsrin 2000-ci illərindən hər iki növ xərçəngdə artma müşahidə edilir. Amma duktal karsinoma in situnun xüsusən 50-dən yuxarı olan qadınlarda kəskin olaraq 2000-ci illərin əvvəllərindən aşkarlanmasında irəliləyiş, belə deyək, sıçrayış baş vermişdi. Təbii ki, əlbəttə ki, bu hamımız başa düşürük ki, məntiqi olaraq bu çox güman ki, həmin dövrlərdə aktiv və kütləvi mamografiyanın, 2D mamografiyanın aktiv kütləvi skrining proqramı kimi daha kütləvi, daha geniş istifadə olunması ilə əlaqəli ola bilər. Keçək əsas mövzuya kontralateral süd vəzi xərçəngi. Bu nə deməkdir? Terminologiya olaraq süd vəzi xərçəngi ilə artıq müalicə almış xəstələrdə digər süd vəzisində yeni xərçəng şişinin əmələ gəlməsidir. Süd vəzi xərçəngi olan qadınlarda kontralateral süd vəzi xərçənginin əmələ gəlmə riski ümumi populyasiyada həmin o birinci süd vəzi xərçənginin əmələ gəlmə riskindən 2-4 dəfə daha yüksəkdir. Təbii ki, artıq süd vəzi xərçəngi olan qadınlarda kontralateral residiv vermə, lokal və ya regional və ya uzaq disseminasiya riski kontralateral süd vəzi xərçənginin əmələ gəlmə riskindən yuxarıdır. Amma yenə də əgər biz süd vəzi xərçənginə artıq düçar olmuş qadınlarda ikinci bədxəsər patologiya axtarsaq, onlar arasında nömrə 1 kontralateral süd vəzi xərçəngidir. Aparılan böyük kompleks terapiyaya baxmayaraq, müalicə metodlarına baxmayaraq, Elçin müəllimlə də biz indi müzakirə elədik, artıq adjuvant rejimdə mütləq CDK inhibitorlar da daxil edilir, paralel olaraq endokrin terapiyaya. Yəni, bütün bunlara baxmayaraq, təbii ki, onların müəyyən dərəcədə protektiv kontralateral süd vəzi xərçəngi riskinə görə protektiv bir təsiri olacaq. Amma buna baxmayaraq, yenə də kontralateral süd vəzi xərçəngi inkişaf edən qadınlarda, əmələ gələn qadınlarda uzaq proqnoz təəssüf ki, qeyri-qənaətbəxşdir və bu istiqamətdə yeni tədqiqatların
olmasını tələb eləyir. Son illərdə aparılan tədqiqatlarda kontrlateral süd vəzi xərçənginin nəinki əmələ gəlmə riskinə, həm də ki, onun patogenezinə və bioloji xüsusiyyətlərinə və verəcəyimiz müalicəyə cavabını təmin edən faktorlar öyrənilir. Məsələn, bunlara bir neçəsini misal göstərmək olar. Şişin mikro əhatəsidir, stromal əlaqələrdir və immun hüceyrələrlə peritumoral immun hüceyrələr infiltratlarıdır və müxtəlif xromosom və epigenetik modifikasiyaları da misal göstərmək olar. Şəxsən məni bir klinisist kimi, bir cərrah kimi, bir müəllim kimi maraqlandıran və yəqin hər birimiz nə vaxtsa xəstələrimizdə digər süd vəzinin xərçəngi ilə üzləşdikdə söhbət burada yenə də göstərmək istəyirəm, daha çox metaxron xərçəngdən söhbət gedir. Yəni, eyni zamanda deyil, metaxron xərçəngdən söhbət gedir. Bu, ikinci xərçəngdir, yoxsa metastazdır. Bu, həyati çox vacib bir məsələdir. Çünki təbii kontralateral süd vəzi xərçəngi əksər hallarda belə deyək də disseminasiya etməmiş mərhələlərdə aşkar edilir. Metastatik zədələnmədirsə bu deməli artıq dördüncü mərhələ kimi qəbul edilə bilər. Bu istiqamətdə çox az tədqiqat aparılır və əksər tədqiqatlar hələ araşdırma dövründədir, orta fazadadır. Məsələn, Memorial Sloan Kettering Cancer Center'da 1995-ci və 2006-cı illərə qədər arxiv materialları araşdırılıb və 49 kontralateral süd vəzi xərçəngi, süd vəzində şiş olan xəstələrdən 3-ündə, yəni 6%-də xəstələrin müayinələrində, genetik müayinələrində müəyyən bir klonal oxşarlıq aşkar edilmişdir və məhz bu halda bu xəstələrdə kontralateral süd vəzi artıq retrospektiv olaraq kontralateral süd vəzinin birincili xərçəngi deyil, birinci xərçəngin, o ilk süd vəzi xərçəngin metastazı təsdiq edilmişdir. Digər bir tədqiqat Cleverbring tərəfindən və müəlliflər tərəfindən aparılmışdır. 25 metaxron süd vəzi xərçəngi öyrənilmiş, kontralateral süd vəzi xərçəngi öyrənilmiş və onların yenə də 3 halda 12%-də eyni gendə müəyyən translokasiyalar aşkar edilir ki, onlar da klonal oxşarlığa dəlalət edir və ikinci süd vəzisində artıq metastatik ilkin şişin yox, metastatik şişin, birincili şişin yox, metastatik şişin inkişafını bizim üçün təsdiq eləyir. Nə dərəcədə belə deyək də slaydda göstərdiyim kimi whole genome sequencing metodunu, yəni belə rutin praktika ikinci süd vəzində xərçəngi inkişaf etdikdə rutin praktikada istifadə etmək olar, yəni o yəqin gələcəyin bir məsələsidir, amma hər halda bu istiqamətdə də həm tədqiqatlar, həm araşdırmalar aparmağı səmərəli bir proses olardı. Kontralateral süd vəzi xərçənginin riski böyük bir 17 mərkəzin data bazalarını birləşdirən randomizə olunmuş böyük bir meta-analiz SIR tərəfindən aparılmış meta-analiz zamanı tədqiq edilmişdir və bunun nəticələrinə görə bu meta-analizdə 812 mindən çox xəstə iştirak etmişdir. Yəni, süd vəzi xərçəngi olan qadınlar iştirak etmişdi. Bunlardan demək olar ki, 660 min nəfərdə invaziv süd vəzi xərçəngi, 153 min nəfərdə isə duktal karsinoma in situ aşkar edilmişdi. Bütün bu kohortadan demək olar ki, 26 min kontralateral süd vəzi, yəni bu xəstələrin 3,2%-də kontralateral süd vəzi xərçəngi inkişaf etmişdir. Ortalama olaraq süd vəzi xərçəngi, ilkin süd vəzi xərçəngi diaqnozundan sonra
7,5 il ərzində kontrlateral süd vəzi xərçəngi inkişaf eləmişdir və beləliklə illik anual kontrlateral süd vəzi xərçəngi riski 0,37% bərabərdir. Tədqiqat 25 illik bir materialı əhatə etmişdi, 25 il ərzində aparılmışdı, bu periodda aparılmışdı və 25 illik kumulativ risk təqribən 10% təşkil eləmişdir. Təbii ki, orada müxtəlif həm qırmanal resepsi, həm də epidermal böyümə faktorun ekspresiyası və s. Bu həm invaziv süd vəzi xərçəngi üçün, həm də ki duktal karsinoma in situ üçün keçərlidir. Burada gördüyünüz kimi. Kontrlateral süd vəzi xərçəngini onu da qeyd eləmək lazımdır ki, onlar estrogen pozitiv süd vəzi, ilkin süd vəzi estrogen pozitiv olduqda, yəni ilk 10 ildə daha aşağı göstəriciləri bizə təzahür edir. 10 ildən sonra estrogen pozitiv və estrogen negativ ilk süd vəzi xərçəngi olan xəstələrin kontrlateral süd vəzi xərçəngi riski bərabərləşir və mən düşünürəm ki, yəni bu da dolayı yolla aparılan estrogen pozitiv süd vəzi xərçənginə görə aparılan adjuvant terapiyanın bir protektiv rolunu göstərir. Təbii süd vəzi xərçəngi sırf qarmon pozitiv, o cümlədən süd vəzi xərçəngi nadir hallarda olsa da müxtəlif genetik mutasiya, o cümlədən irsi genetik mutasiyalarla gedir və böyük bir analizdə, deməli, Journal of Clinical Oncology dərc edilmiş böyük məqalədə müxtəlif genetik mutasiyalar daşıyıcılarında kontrlateral süd vəzi xərçənginin ümumi riski öyrənilmişdir. Təbii ki, irsi genetik mutasiyalar daşıyıcılarında məntiqi olaraq onlarda kontrlateral süd vəzi xərçəngi riski yüksək olmalıdır, amma lakin hər bir mutasiyada deyil. Bax, burada göstərirəm, mən ona hətta belə ayrıca işarələmişəm. Ən yüksək kontrlateral süd vəzi xərçəngi riskinə malikdir BRCA1 və BRCA2 mutasiyaları, ATM mutasiyaları demək olar ki, kontrlateral süd vəzi xərçəngi riskinə təsir göstərmir. Və BRCA1 və 2 mutasiyaları o cümlədən qarmon negativ süd vəzi, bu mutasiyaları daşıyan süd vəzi xərçəngi xəstələrində kontrlateral, yəni ikinci süd vəzində şişin əmələ gəlməsinin yenə də riski daha yüksəkdir, nəinki qarmon pozitiv, ilk süd vəzi xərçəngi qarmon pozitiv olanda. Yenə də bu estrogen müsbət süd vəzi xərçəngində tətbiq edilən adjuvant endokrin terapiyanın protektiv əhəmiyyətindən bizə işarədir. NCCN-ın guideline-ları update olunmuşdu bu istiqamətdə. Tam vaxtımız yoxdur, oxumayacağım. Yəni, müxtəlif ən tez-tez rast gələn genetik mutasiyaların kontrlateral süd vəzi xərçəngi əmələ gəlmə riskini və ortalama müddətini, intervalını da slaydda görmək olar. Bu slayd sxematik olaraq risk reduksiya edici tədbirləri birləşdirir və o yalnız genetik mutasiya daşıyıcıları üçün bura qoymuşam. Çünki prinsip etibarilə bütün guideline-larda da kontrlateral süd vəzi xərçəngi təsdiq edilirsə, onun müalicəsi ilə ilkin süd vəzi xərçəngi kimi mövcud olan protokollara uyğun, molekulyar tipinə, kliniki stadiyasına və s. uyğun olur. Kliniki tədqiqatlar keçək bilavasitə müalicə məsələlərinə, yəni adjuvant qarmon pozitiv süd vəzi, erkən qarmon pozitiv süd vəzi xərçənginin müalicəsi əksər hallarda adjuvant rejimdə gedir və bizim məşhur soft və text
tədqiqatlarının artıq 13 illik nəticələri dərc edilir. Bilirsiniz ki, müxtəlif müddətlərdən sonra o informasiya, o məlumatlar yenilənir, update olunur və bu yaxınlarda 13 illik belə deyək də hesabat verilmişdir və bu hesabata əsasən, bu nəticələrə əsasən yenə də aromataza inhibitorları süd vəzi xərçənginin ölüm göstəriciləri və kontrlateral süd vəzi xərçənginin inkişaf etmə riskinə tamoksifen ilə müqayisədə daha güclü effekt göstərir. Bu yeni bir tədqiqatdır. Deməli, bu yaxınlarda nəticələri dərc edilmişdir. Burada endokrin terapiyanın, nəinki endokrin terapiyanın ümumiyyətlə, həm də onun ayrı-ayrı rejimlərinin kontrlateral süd vəzi xərçəngi riskinə təsiri öyrənilmişdir. Gördüyünüz kimi, premenopauzada, yəni 50 yaşa qədər cavan qadınlarda aromataza inhibitorları mütləq areal supresiya ilə birlikdə tətbiq edilmişdir. Tamoksifen alan cavan xəstələrdə areal supresiya az hallarda kombinə olunmuş şəkildə istifadə olunmuşdur. İlk süd vəzi xərçəngi, hətta duktal karsinoma in situ olduqda da bu xəstələr 5 il ərzində tamoksifen qəbul etmişdilər. Aromataza inhibitorları və areal supresiya qəbul edən premenopauzada olan xəstələrdə 5 il, yəni bu müalicə ən azı 5 il ərzində tətbiq edilmişdir. Postmenopauzada, yəni menopauzada olan reproduktiv süd vəzi xərçəngi olan xəstələrdə isə aromataza inhibitorları 10 il ərzində tətbiq edilmişdir, istifadə olunmuşdur. Qrafiklərdə gördüyünüz kimi slaydda, deməli, menopauzada olan xəstələrdə ümumi 25 illik kontrlateral süd vəzi xərçəngi riski 10 illik, əgər biz 10 illik aromataza inhibitorlarını daha qısa müddətlə müqayisə etsək, məsələn 2,5 illik istifadə ilə, yəni 10 illik aromataza inhibitorlarının tətbiqi, endokrin terapiyası riski, kontrlateral süd vəzi xərçənginin riskini 10%-ə qədər azaltmışdır. Əgər aromataza inhibitorları daha qısa müddətdə tətbiq edilirdisə, bu kontrlateral süd vəzi xərçəngi riskini 2 dəfə artırmışdır. Premenopauzada olan 5 illik aromataza və 5 illik tamoksifen istifadəsini müqayisə etdikdə yenə də aromataza inhibitorları daha çox 2%-ə qədər daha preventiv nöqteyi nəzərdən daha effektli olmuşdular. 75 yaşdan sonra aromataza inhibitorların tətbiq müddətinin heç bir əhəmiyyəti olmamışdır. Ümumiyyətlə, adjuvant endokrin terapiyanın 10 illik tətbiqini və 5 illik tətbiqini rejimdən asılı olmayaraq müqayisə etsək, təbii ki, 10 illik tətbiqi daha yüksək, kontrlateral süd vəziyə görə daha yüksək protektiv təsirə malikdir. O cümlədən eyni analoji nəticələr ölüm göstəricilərində də özünü göstərir. 5 illik və 10 illik qəbul endokrin aromataza inhibitorlarını 5 və 10 il ərzində qəbul edən xəstələrdə ölüm riski cüzi fərqlənsə də, amma statistik dürüst fərqlənmə olmamışdır. Lakin ümumiyyətlə 10 il ərzində tamoksifen qəbul edən xəstələrin kontrlateral süd vəzi xərçəngi riski statistik olaraq fərqlənir. Əgər biz onları tamoksifenlə aromataza inhibitorlarına ayırsaq.
Beləliklə, ümumi belə bir xülasə çıxarmaq olar ki, 10 illik adjuvant endokrin terapiya rejimləri 5 illik qəbula görə daha yüksək protektiv və preventiv təsirə malikdirlər. Daha uzun müddətli adjuvant endokrin terapiya həm kontrlateral süd vəzi xərçəngindən ölüm göstəricilərinə də belə deyək də pozitiv təsir göstərir, protektiv təsir göstərir və əgər ümumi yaşama göstəricilərinə çox yüksək bir təsiri olmasa da, amma əmələ gəlmə riskini azaltdığına görə mən düşünürəm ki, bu endokrin terapiyanın daha ekstensiv müddət ərzində qəbul edilməsi faydalı olacaq. Yeni bir tədqiqat, burada da süd vəzi Çində aparılan bir tədqiqatın nəticələridir. Kontrlateral süd vəzi xərçəngindən ölüm riski, düzdür, xəstəlikdən asılı ölüm riskində böyük bir fərq görülməmişdi, amma maraqlıdır ki, ümumi yaşama göstəricilərində birinci süd vəzi xərçəngi və ikinci süd vəzi xərçəngində bu göstəricilər kəskin olaraq fərqlənir. Yəni, birinci süd vəzi xərçəngindən ölüm göstəriciləri və ikinci süd vəzi xərçəngindən ölüm göstəriciləri demək olar ki, 2 dəfə birincidən yüksəkdir. 17 tədqiqatı birləşdirən böyük bir müayinənin nəticələrini sizə burada göstərmək istəyirəm. 300 minə yaxın xəstə analizləri iştirak etmişdir və burada ümumiyyətlə adjuvant endokrin terapiya və terapiyanın kontrlateral süd vəzi xərçənginin əmələ gəlmə riskinə təsiri dərc edilmişdir. Çox bunlar üzərində dayanmayım, analoji bir nəticələr görsənir. Wikea 1-2 tədqiqatının nəticələrinə əsasən burada 1521 süd vəzi xərçəngi olan xəstə, bu xəstələr 85-ci, 2008-ci illər arasında birinci süd vəzi xərçənginin diaqnozu qoyulub və bu tədqiqata invaziv, yalnız lokoregionar yayılması olan və uzaq metastazları olmayan, yaşı 55-ə qədər olan xəstələr daxil edilmişdirlər. Kontrlateral süd vəzi xərçəngi 2212 xəstədə aşkar edilmişdir və bu interval 86-cı ildən 2011-ci ilə qədər uzanmışdır və bunların 20%-i duktal karsinoma insitu olmuşdur. Ortalama interval birinci və ikinci süd vəzi xərçəngi arasında 2 və daha çox il təşkil etmişdir. Burada cədvəllərdə göründüyü kimi tamoksifen kontrlateral süd vəzi xərçəngi riskini statistik əhəmiyyətli dərəcədə azaldır. Estrogen pozitiv kontrlateral süd vəzi xərçənginin riski, onu da qeyd eləmək lazımdır ki, tamoksifen yalnız estrogen pozitiv kontrlateral süd vəzi xərçənginin riskini azaldır. Estrogen negativ formaların əmələ gəlmə riskinə isə heç bir təsiri yoxdur. Və qəbul etmə rejiminə görə, müddətinə görə ikinci süd vəzi xərçənginin riski qəbul edilən tamoksifendən tamoksifen yalnız hal-hazırda bu preparatı qəbul edən, hər halda bu tədqiqatda belə görsən, bu preparatı qəbul edən xəstələrdə riski azaltmışdır və ya sonuncu qəbul 37 aydan tez olmayıbsa. Bu tədqiqatın davamıdır. Burada qeyd eləmək istəyirəm ki, Wikea 1-2 tədqiqatında nəinki endokrin terapiya, həm də ki, kimyəvi dərman terapiyada
öyrənilmişdir ki, yəni kimyəvi dərman terapiyasının protektiv təsiri, kontralateral süd vəzi xərçəngin inkişafına protektiv təsiri öyrənilmişdir və gördüyünüz kimi digər məqamlarda çox dayanmayacağım. Gördüyünüz kimi hətta kimyəvi dərman terapiyası da kontralateral süd vəzi xərçəngi riskini azaltmaq qabiliyyətinə malikdir. Amma bu istiqamətdə ən effektli kombinasiya adjuvant kimyəvi dərman terapiyası, tamoksifen və radyoterapiya olmuşdur. Qallandiyada təşkil edilmiş yenə də tədqiqatda 83 min nəfərdən çox xəstənin məlumatları analiz edilmişdir və burada da qrafiklərdən göründüyü kimi adjuvant endokrin terapiyanın kontralateral süd vəzi xərçəngi riski mövzusunda daha yüksək effektivliyi görsənir. Adjuvant endokrin terapiya kontralateral süd vəzi xərçəngi riskini 54%, adjuvant kimyəvi dərman terapiyası 30%, adjuvant kimyəvi dərman terapiyası və trastuzumab 43% azaldır. Və endokrin terapiya komponentləri arasında da yenə də bu tədqiqatın nəticələrinə görə aromataza inhibitorları tamoksifenə görə bir qədər daha effektlidirlər. Əlbəttə ki, bu slayd üzərində çox dayanmayacağım. Başqa bir tədqiqat yenə aromataza inhibitorlarının tamoksifenə və relaksifenə nisbətən daha effektli olduğunu təzahür olunub burada. Bundan əlavə həmin bu tədqiqatda digər dərman preparatları da istifadə edilirdi. Məsələn, bisfosfonatlar, statinlər istifadə, metformin, qeyri-steroid iltihab əleyhinə preparatları və retinoid qrupasına aid olan fenretinid preparatı. Aşkar edilmişdir ki, bifosfonatlar yalnız qarmon pozitiv kontralateral süd vəzi xərçənginin riskini azaldır. O da yalnız tamoksifen əlavə qəbul edilirsə və çox güman ki, burada tamoksifenin qoludur. Statinlər qarmon pozitiv 3 ildən artıq qəbul edilirsə, 3 il və daha çox qəbul edilirsə, qarmon pozitiv süd vəzi xərçənginin riskini azaldır. Metformin insulin rezistentliyə görə istifadə edilən əsas preparatlardan biri və əgər xəstə metformin qəbul edirsə, 5 illik kumulativ riski 3,4, qəbul etmirsə, insulin rezistentliyi ola-ola 5 illik kumulativ riski 2 dəfə, demək olar ki, 2 dəfə daha çox olmuşdur. Qeyri-steroid iltihab əleyhinə preparatlarının təsiri aydın, bu tədqiqatda da tam aydın deyil. Retinoidlərin isə yalnız qarmon pozitiv süd vəzi xərçənginə qarşı protektiv rolu aşkar edilmişdir. Vaxtınızı çox almadan diqqətinizə görə çox sağ olun.